İmam Xomeyni böyük bir fiqh alimi idi. Həm görkəmli bir fəqih, həm də böyük bir filosof idi. Eyni zamanda nəzəri irfanda da dərin biliyə sahibi idi. Fiqhi və fəlsəfi məsələlər, eləcə də praktiki və elmi sahələrdə yüksək səviyyəli bir şəxsiyyət idi. Amma imamın şəxsiyyətini seçilən və üstün edən bu xüsusiyyətlər deyildi. Onun əsas xüsusiyyəti "İnnehu yarahu haqqul cihad", yəni imamın bu yolda, Allah yolunda cihad etməsi və həyatının sonunadək bu cihadı davam etdirməsi idi. Bu böyük hərəkat və davamlı mübarizə yalnız bir ölkədə deyil, bütün İslam dünyasında və dünya səviyyəsində böyük təsir və nüfuza malik oldu. İmamın cihadı yalnız siyasi və sosial sahələrdə deyildi, yalnız düşüncəvi cihad da deyildi. Onun cihadı həmçinin mənəvi bir cihad idi. Nəfsin islahına yönəlmiş, Allahla daimi və davamlı rabitəyə əsaslanan daxili bir cihad. İmamın siması həm təvazökar, həm də səmimi idi. Ağlayanların, dua edənlərin və gecə ibadətlərində göz yaşı tökənlərin cərgəsində idi. Bu da bir dərsdir. Əgər biz qələbə qazanmaq və haqqı müdafiə etmək istəyiriksə, bu yol yalnız xarici deyil, daxili cihaddan da keçməlidir.